İndi deyəcəksiniz, bu qız yenə nəyə qırıb dağıdır? İri buz parçasını hissələrə bölürəm. Siz bilsəz bu insana necə sakitçilik verir, gündə buz sındırarsınız. Ya gəldisə mən buz kimi sərin kokteylləri dəhşət sevirəm. Xüsusilə Aperol Spritz. Amma əlbəttə ki, alkoqolsuz. Favorit Premium'un Badamdar filialından aldığım spirtsiz viski, rom, tekilla, cin, vodka, alkoqolsuz hazır kokteyllər əsl yerinə düşdü. Doğranmış portağalların üzərinə Aperol Spritz əlavə eləyib, drink samdan spirtsiz hazır kokteyl qatıram. Nə deyim, sərinliyini buradan hiss eləyirsiniz. Ümumiyyətlə, insan gündəlik maye normasını qarşılamalıdır. Hələ bu yay fəsildirsə, lap diqqət eləməliyik. İkinci isə turşməzə istədiyimə görə limonlu və nanəli elədim. Eyni ilə alkoqolsuz sirop əlavə eləyib, qazlı su tökürəm. Və salam hazırdır. Vakallarımın böyüklüyünə baxmayın. Öz çəkimə görə gün ərzində 1,6 litr su içməliyəm. Hər bir kilomuza 35 ml su tələbatı düşür. Yay fəslində isə daha çox içilməlidir. Bəs siz necə diqqət eləyirsiniz çay, kompot, kokteyl, su balansınıza? Yoxsa su içməsə yadına düşməyənlərdənsiz?